etdik, oyunla bağlı fikirlərini öyrənmək istəyərdik. Neftçidə debüt etdin, heç-heçə qeydə alındı bu maçda. Neftçi yaxşı təsir başlayırdı oyunun əvvəlindən, sən meydana qoşulduqdan sonra da aktivlik hiss olunurdu. Oyunla bağlı nələr söyləyə bilərsən? Yeah, I think it was a very good game. We have a lot of opportunities to score some goals, but it's difficult to score. But I think we played a very good game. Yaxşı, çətin oyun oldu, qol imkanlarımız da oldu, yaralana bilmədik. Ümumi düşünürəm ki, komanda yaxşı çıxış elədi. Oyunun sonlarında Neftçi nə qədər tempo artırmağa çalışsa da Araz Naxçıvan oyunçuları hər yolu əl ataraq belə deyək tempo aşağı salmağa çalışırdılar. Hər xırda foulda belə deyək hər oyunçu yerə yıxıldıqda fit səslənirdi, foul qərarı verilirdi, oyunun tempinin yüksəlməsinə imkan verilmirdi. Ümumiyyətlə bununla bağlı nələr deyə bilər? I think we were fitter than them, and we tried to score. We were very fit. Yeah. We were fitter than them, and we tried to score some goals, but they make some delayed tactics and they try to slow the tempo down, but we try to keep the tempo higher. Yeah. Çalışırıq tempi yuxarı səviyyədə saxlayaq, amma rəqib buna imkan vermirdi. Faullarla, yerdə yıxılmaqlarla, yəni belə.